Pythonda yazılmış proqramın nəticəsini müəyyən edin. Baxaq, deməli əvvəlcə bizdə bir A sətri siyahımız var, daha sonra bir S dəyişənimiz var və sıfırdan başlayır. Və sonra da bir dövrümüz başlayır. Dövrümüz icra olunur. Deməli, baxırıq burada biz dövrə əsasən J'nin qiymətləri nə olur? J'nin qiymətləri sıfırdan başlayır ta ki 7-yə qədər gedir. Çünki bizdə 8 orada daxil olmadığına görə 7-yə qədər biz J'yə qiymətlər verə bilirik. J'nin qiymətləri isə baxın burada dəyişdirilir. Amma biz bilirik ki for dövründə J'yə əvvəlcədən bir bu formada siyahı verilir. Yəni J'nin qiymətləri bundan ibarət olur. Biz dövr daxilində J'nin qiymətini dəyişsək də növbəti addımda yenidən bu siyahıdan seçilir. Yəni ki J'nin qiymətində elə də köklü bir dəyişiklik olmur. Məsələn, icra elədikcə əslində görəcəksiniz. Gəlin belə edək, artıq icraya başlayaq. Orada daha yaxşı sizə aydın olacaq. İndi biz buradan S'i də yazaq, J'ni də yazaq. S'in qiyməti sıfırdan başlayır. J'nin qiyməti təyin olunmayıb başda, dövrlə bir yerdə təyin olunacaq artıq. J'nin qiyməti dövrlə bir yerdə sıfır olaraq təyin edilir. Və həmin o sıfıra əsasən biz burada baxırıq ki, nə edir bizdə şərtdə? Deyir ki, AJ 4-dən kiçik və ya da bərabərdirsə. Baxın, J'də əslində 0-dan 7-yə qədər bunların indeksləridir həm də eyni zamanda. Çünki buradakı indekslər də 0 və 7-yə qədərdir. 0-dan 7-yə qədər indekslər alır. İndi deyir ki, A siyahısının J'ninci indeksi, yəni 0-cı indeksi 4-dən kiçik və bərabərdirsə. Baxıram, A'nın J'ninci indeksini gəlin, onu da buradan yazaq. Daha rahat görmək üçün. A'nın J'ninci indeksi 4'dür və 4 4'ə bərabərdir deyə S'in üzərinə nəyə gəlirik? J'ni gəlirik, yəni indeksi gəlirik və S'in qiyməti 0-a bərabər olur yenə. Növbəti addıma baxsaq, A'nın birinci indeksi 3'ə bərabərdir, şərt ödənir deyə S'in üzərinə yenə J'ni gəlirik, olur 1. Daha sonra J'nin 2 qiymətində A'nın J'ninci indeksi 0-a bərabər olur ki, şərt ödənir və S'in üzərinə J'ni gəlirik, olur 3. J'nin 3 qiymətində AJ'nin qiyməti 7-yə bərabər olur ki, 7-də şərt ödənilmir. Bu zaman else baxır və else'də J'nin üzərinə S'i gəlir. Yəni ki, 3'ün üzərinə 3'ü gəlir. J'nin qiyməti keçici də olsa 6-ya bərabər olur. Amma növbəti addımda biz onu bu intervaldan götürdüyümüz üçün 3'dən sonra gəlir, 4 gəlir. Ona görə də J'nin qiyməti də 4'ə bərabər olur. Yəni 6 qiyməti olsa da, yəni arada bir J'də dəyişiklik olsa da, sonra yenidən növbəti addımda dəyişərək ardıcıllığa tabe olur. Yəni J'nin qiyməti 4'ə bərabər olur və AJ'nin də qiyməti bizdə 1'ə bərabər olur. Daha sonra isə 1 bizdə 4'dən kiçikdir deyə yenə şərt ödənir və S'in üzərinə J'nin qiyməti gəlinir və 7 qiyməti alınır. Növbəti addımda J'nin qiyməti 5'ə bərabər olur. 5 qiymətində AJ'nin də qiyməti 5'ə bərabər olur və şərt ödənilmir. Bu zaman yenə else'ə baxırıq və J'ni bərabər edik 5 üstə gəl 7, yəni 12'yə. Amma dediyim ki, bu yenə keçici olur. Növbəti addıma keçdikdə ardıcıllığa baxır və ardıcıllığa əsasən 6 qiyməti alır. J'nin 6 qiymətində AJ'nin qiyməti isə 9'a bərabər olur və yenə eyni proses baş verir. 9 4'dən kiçik, böyük olduğu üçün else'ə baxıram, J'nin qiymətini dəyişdirirəm, amma yenə növbəti addıma keçir deyə o intervaldan bir ədəd götürür özünə. Yəni 7 ədədini götürür. 7 qiymətində yenə 6 qiyməti alır AJ, yəni yenə 4'dən böyük bir qiymət alır. Yenə eyni proses baş verir. J'nin qiyməti dəyişdirilir. Amma zaten bundan sonra dövrümüz bitir. Yəni intervalın sonuna gəlmişik biz. 7 bizdə sonuncu rəqəm idi deyə. Burada bizim dövrümüz bitir və çapa S'in yekun qiyməti, yəni ki 7 göndərilir. Buna uyğun cavabımız da bizim B variantındakı 7 ədədidir.